Bir sual 9-cu siniflər üçün rasional ifadələrdən sualdır. Muxtəsər vurma düsturlarını bilməyənlər üçün misal qəliz gəlməsi mümkündür. Amma muxtəsər vurma düsturlarını biliriksə, çox sadə yolla yazacağıq bunu. Düzü 1975-i 1981-ə vurmaq və ya 1978-i kvadrata yüksəltmək kimi yollar da ola bilər. Amma misal yazanda, test yazanda biz zamanla yarışdığımıza görə bu bizim üçün çox uzaq yollardır, olmaz. Baxıraq ki, 1975, 1981 və 1978 bunlar bir-birlərinə qiymətcə yaxın bir ədədlərdir. Demək, bu kənardakı 1978-dən istifadə edib, buradakı ədədlərimizi ondan istifadə edib yazacaq. Necə? 1975-i düşünürük ki, 1978-dən necə istifadə edib yaza bilərik? Onun əvəzini yazarıq 1978 çıxılsın 3. Çünki bundan 3 çıxanda bunu verəcək. Və ya 1981-i necə yaza bilərik? 1978 üstü gəlsin 3. Bax, bu ədədlərin əvəzinə bunları yazdım. Çıxılsın 1978-in kvadratı. Artıq müxtəsər vurma düsturunu biliriksə, eyni A çıxılsın B-ni və A üstü gəlsin B-ni bizə verdi. Onda belə çıxır ki, burada A bizdə 1978-dir. 1978-in kvadratı çıxılsın. B də bizdə 3-dür. Yəni 3-ün kvadratı. Çıxılsın 1978-in kvadratı. Bunlar ixtisar gedir, qalır -3-ün kvadratı. Bu da -9 edir.